Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz Asiyanın dövləti və Çin mövzusu. Nəyə görə bunların ikisini bir yerdə izah edəcəm, qoy deyim. Demək, bir-biri ilə əlaqəli mövzular olduğuna görə qərar aldım ki, bunların hər ikisini də bir yerdə izah edeyim. Keçid alaq mövzumuza. Demək, dövlət yaranmamışdan öncə türklər tayfalar şəklində yaşayırdılar və bunlar çölün iqliminə uyğun yaşayırdılar. Demək, köçəri həyat tərzi sürmüşdülər və köçəri həyat tərzi sürmələrinin səbəbi çölün iqlim şəraitinə görə. Ya həddindən artıq isti iqlim, ya soyuq iqlim, yəni əkinçilik üçün yararlı bir torpaq olmadığına görə bunlar məcbur idilər ki, tez-tez yerlərini dəyişsinlər. Yəni əsas məşğuliyyətləri ovçuluq və maldarlıq olmuşdu. Və Orxun və Selenga çayları arasında da türklər məskunlaşmışdılar. Və belə bir vaxtda eramızdan əvvəl 220-ci ildə Teoman Tanrı tərəfindən Asiyanın dövlətinin əsası qoyulur və paytaxtı Ötükən şəhəri olur. Asiyanın dövləti yarandıqdan sonra başlayırlar Çinin şimal ərazilərinə tez-tez axınlar etməyə və qarətlər həyata keçirirdilər. Və ona görə də elə Çinlilər bu Hunların qarşısını almaq üçün, bu yürüşlərin qarşısını almaq üçün 214-cü ildə Böyük Çin səddinin tikintisinə başlayırlar. Düzdür, bu Çin səddinin zəif yerlərindən Hunlar keçib yenidən basqınlar edirdilər. Teoman Tanrıdan sonra hakimiyyətə Mete Tanrı gəldi. Bəli, Asiyanın dövlətinin ən qüdrətli hökmdarı idi. 209-cu ildə hakimiyyətə gəlir və başlayır hərbi islahatlar keçirməyə. Demək, 100 minlik nizami ordu yaradır, ordusunu bölür 10-luq, 100-lü, 1000-lik və 10 minlik dəstələrə bölür. Və həmçinin ordusunda xüsusi Fitsalan oxular dəstəsi ki var idi. Yəni, qısasa deyim belə, Fitsalan oxular yaradırlar və düşməni vahimiyə salmaq üçün, qorxutmaq üçün. Və başlayır Monqol və Tibet tayfalarını özünə tabi eləməyə və ordusu daha da güclənir. Və eramızdan əvvəl 200-cü ildə Çinin şimalına doğru hərəkətə başlayır. Və eramızdan əvvəl 200-cü ildə Pinçən şəhəri ətrafında Çin ordusu mühasirəyə alınır və Çinlilərlə 200-cü ildə Pinçən sülhü imzalanır. Pinçən sülhünün şərtlərinə görə Çin hər il Hunlara xərac ödəməli idi və Çinin şimal şəhərləri, şimal əraziləri Hunları nəzarətdən keçirdi. Və bundan sonra Asiyanın dövləti, yəni Mete Tanrı daha da güclənir və Çinin ticarət yollarına nəzarəti ələ alır. Və eramızdan əvvəl 1-ci əsrin əvvəllərində artıq Asiyanın dövləti zəifləməyə başlayır. Ya hakimiyyət uğrunda mübarizə, ya Çinlilərin tez-tez bunların daxili işlərinə qarışması, indi birazdan bunun haqqında danışacaq. Demək, 58-ci ildə Asiyanın dövləti parçalanır 2 yerə, Qərb və Şərq Hunlarına. Sonradan bu Qərb Hunların bir qismi köçürlər Avropaya, orada Avropa Hun dövlətini yaradırlar. Sonra bir hissəsi cənuba köçürlər, orada Mərkəzi Asiyada Asiya Hun dövlətini yaradırlar. Bir hissəsi isə də Göytürk dövlətini, yəni sonradan bu Şərq Hunlar ki var idi, onlar da Göytürk dövlətini yaradırlar. Və 3-cü yüzillikdə də bu arada Şərq Hunları süqut edir. Və Qərb Hunlarına, yəni bu 58-ci ildə 2 yerə bölünür Şərq və Qərb Hunlarına, onlara da kim başçılıq edirdi? Çiçi Tanrı. 36-cı ildə də Çinlilər hücum edərək Qərb Hunlarına süquta uğradırlar. Və əziz abituriyentlər, Asiya Hun dövlətinin idarəetmə sistemində necə idi? Mütləq monarxiya idi. Yəni, dövləti hökmdar idarə edirdi, hakimiyyət də ilsən keçirdi, yəni atadan oğullar. Və keçid alırıq Çin mövzusuna. Çin, demək, vahid dövlət yaranana qədər bunlar da xırda dövlətlər şəklində olur və Çində ilk dövlət Şam qəbiləsi tərəfindən eramızdan əvvəl 2-ci minillikdə yaradılmışdır. Və biz danışacağıq Sin sülaləsindən, Han sülaləsindən və Rüsyandan. Demək, eramızdan əvvəl 221-ci ildə Sin Şuhuandi tərəfindən, yəni Sin sülaləsinə mənsub olan Sin Şuhuandi tərəfindən vahid Çin dövləti yaradılır. Neçənci ildə? 221-ci ildə. Və Sin Şuhuandi hakimiyyətə gəlir, başlayır mərkəzləşmiş dövlət yaratmaya, ölkəni 36 vilayətə bölür, vahid ölçü çəkib sistemi yaradır və şimalda Hunların qarşısını almaq üçün 214-cü ildə Çin səddinin çəkilməsi haqqında fərman verir. Və təbii ki, bu səddin zəif yerlərindən, bayaq da vurguladığım, səddin zəif yerlərindən Hunlar keçir, yenidə basqınlar edirlər. Və Han sülaləsi 209-cu ildə Sin sülaləsi süqut edir və onun yerinə Han sülaləsi gəlir. Han sülaləsi
demək, Hunlara qarşı olan, belə deyim də, taktikalarını dəyişirlər. Yəni, bir var açıq döyüşə girirlər, çoxlu itki verirlər, artıq bunu etmirdilər. Bu dəfə nicah diplomatiyası ilə Hunlarla yaxınlaşırdılar. Onların, belə deyim də, döyüş taktikalarını öyrənirdilər, öz qızlarını Hun şahzadələrinə verirdilər və beləliklə artıq Hunların daxili işlərinə qarışmağa başlayırdılar və beləliklə şahzadələr arasında ədavət yaradırlar. Və Xan sülaləsi xarici siyasətdə olaraq Hun torpaqlarını, həmçinin Vyetnamı və Koreyanın bəzi ərazilərini işğal edir və Xan sülaləsinin dövründə boş qalmış kəndlər ki var idi, torpaqlar ki var idi, sonradan əhali oraya məskunlaşır və kənd təsərrüfatı canlanmağa başlayır. Və Xan sülaləsinin dövründə, bu xüsusi olaraq testdə düşür, qarşıma insan bilirlər. Xan sülaləsinin dövründə vahid xalq yaranır. Yəni, vahid xalqın yaranması prosesi başa çatır. Vahid Xan sülaləsi, xalq. Vahid xalq, Xan sülaləsi. Və üsyanlardan danışaq. Demək, eramızın 18-ci ilində, yaxud eramızın ilk illərində də deyirlər, qırmızı qaşlılar üsyanı baş verir. Hökümdar qoşunlarla fərqlənmək üçün qaşlarla qırmızı boya çəkirlər və Xan sülaləsinin zülmünə qarşı idi, vergilərin ağırlığına qarşı və sonunda amansızlıqla yatırılır. Sonra isə Sarı-Sarıqlar üsyanı 20 ildən artıq davam etmişdir Xan sülaləsinə qarşı və Çijan qardaşlara başçılıq edirlər. Və Sarı-Sarıqlar üsyanı 20 il davam edir və sonunda 204-cü ildə yatırılır və bunun nəticəsində Xan sülaləsi zəifləyir, quldarlıq quruluşuna ağır zərbə vurur və Xan sülaləsi zəifləyib süqut edir. Və testə düşəcək qırmızı qaşlılar üsyanı ilə Sarı-Sarıqlar üsyanını oxşar cəhətə düşəcək. Hər ikisi də Xan sülaləsinə qarşı olmuşdur və amansızlıqla yatırılmışdır. Və eramızdan əvvəl elə Xan sülaləsinin dövründə bunu da deyib, 2-ci yüzillikdə böyük İpək yolunun əsası qoyulur. Misir mədəniyyətini qısa da olsa nəzər salır. Demək, hieroqlif yazı sistemindən istifadə etmişdir. Biz demişdik, hieroqlif yazı sistemindən kimlər istifadə eləmişdir? Misir, Manna və Çinlilər. Demək, 2-ci yüzilliyin sonuna, yəni eradan 2-ci yüzilliyin sonuna yaxın artıq kağızı yaratdılar, sonra dəqiq təqvimi yaratmışdılar, kompası yaratmışdılar və həmçinin Çində bunu da vurğulayıb, qullar ki var idi, necə ki Misirdə müharibə vaxtı əsir düşən qullar ki var idi, burada da qullar müharibə vaxtı əsir düşənlərə deyilirdi, yaxud da vergiləri ödəyə bilməyənlər, ücra haqqı ki var idi, onları ödəyə bilməyənlər qula çevrilirdilər. Və əziz abituriyentlər, sonda Konfutsi təlimi haqqında bir dənə deyim, xronoloji acılıqda bəzən düşür, Çində Konfutsi təlimi meydana gəlmişsə, eramızdan və 6-5-ci əsrdə meydana gəlmişdir. Mövzumuz bu qədər, əziz abituriyentlər, hər birinizə uğurlar, sağ olun.